Niyə dəftərlərin kənarında haşiyə xətti var? Məktəb illərindən bəri dəftərlərin kənarındakı o qırmızı xətti hamımız görürük. Müəllimlər ora qeyd yazsın deyə çəkildiyini düşünürsünüzsə, tarixin ən maraqlı həqiqətlərindən birini qaçırırsınız. Keçmişdə evlərdə sısam və soğul problemi çox idi və onlar kağızları kənarlardan gəmirməyi sevirdilər. İnsanlar vacib qeydlərini itirməmək üçün vərəqin kənarlarında boşluq buraxmağa başladılar. Beləliklə sısam kağızın kənarını gəmirsə belə, ortadakı yazıya zərər gəlmirdi. Bugün sısam problemimiz olmasa da, o xətlər bir ənənə və səliqə simvolu kimi qalır. Niyə qələm qapaqlarının üstündə kiçik bir dəlik var? Məşhur bik qələmlərinin qapağına diqqətlə baxın. Ən təpəsində kiçik bir dəlik görəcəksiniz. Bu dəlik mürəkkəbin qurumaması üçün deyil, bir insan həyatını xilas etmək üçün oradadır. İnsanlar, xüsusən də balacalar konsentrasiya zamanı qələm qapağını ağızlarına qoymağı sevirlər. Əgər qapağı kimsə təsadüfən udarsa və o nəfəs borusunda qalarsa, həmin kiçik dəlik hava keçidini təmin edir. Bu həkimlər müdaxilə edənə qədər insanın boğulmasının qarşısını alır. Sadə bir dəlik hər il yüzlərlə insanın həyatını qurtarır. Niyə şüşə butulkalarının dibində batıq bir hissi olur? Xüsusilə şirə və ya şərab butulkalarının altına baxsanız, orada içəri doğru batıq bir boşluq görərsiniz. Bu boşluğun butulkanın içinə daha az məhsul doldurmaq üçün edildiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Bu batıq hissənin bir neçə texniki səbəbi var. Birincisi, bu forma şüşənin daxili təzyiqə daha dözümlü olmasını təmin edir. Beləcə butulka asanlıqla partlamır. İkincisi, butulkanın masa üzərində daha stabil durmasına kömək edir. Əgər dibi dümdüz olsaydı, kiçik bir nahavarlıqda butulka yellənərdi. Üçüncüsü isə, mayenin içindəki çöküntülər həmin batığın ətrafındakı halqaya yığılır və siz stəkana süzərkən çöküntü butulkada qalır. Niyə soyuducunun qapısı maqnitlidir? Soyuducunun qapısını örtəndə onun sanki sorulduğunu və bərk yapışdığını hiss edirsiniz. Amma 1950-ci illərə qədər soyuducuların qapısı maqnitli yox, mexaniki qıfıllı idi. Bəs nə dəyişdi? Köhnə soyuducular içərdən açılmırdı və bu gizlanqaç oynayan balacalar üçün təhlükə yaradırdı. Bu faciələrin qarşısını almaq üçün qanun dəyişdirildi və bütün şirkətlər maqnitli rezinlərə keçdi. Maqnit həm içəridəki soyuqluğu mükəmməl qoruyur, həm də kiçik bir təkanla içərdən asanlıqla açılır. Bu maqnitlər hər il minlərlə balacanın həyatını xilas edir.